Salam, İngiliscə ilk cümlənizi qurmağa hazırsınız? Gəlin, bu bir neçə dəqiqədə sıfırdan başlayaq və sözləri birləşdirib necə mənalı cümlələr yaratdığımızı birlikdə öyrənək. Çox maraqlı olacaq, elə deyilmi? Onda vaxt itirməyək. Baxın, hər şey elə bu sadə sualdan başlayır. Mavi bir köynək. İngiliscə necə deyərik bunu? Bəlkə ilk baxışdan biraz çətin gəlir, amma inanın mənə, bir neçə dəqiqəyə bu sizin üçün çox asan olacaq. Elə məqsədimiz də budur. Bilirsiniz, hər bir böyük binanın təməli kiçik kərpiclərdən qoyulur. Biz də cümlələrimizi eyni ilə o cür quracağıq. Ona görə də işə ən təməl şeydən, yəni tək-tək sözlərdən başlayırıq. Aha, ilk sözümüz gəldi. Ekranda 3 hissəyə diqqət yetirin. İngiliscə yazılışı var, tələffüzü, yəni necə oxunduğu var və bir də bizim dilimizdəki mənası. İndi mən səsləndirəcəm, siz isə məndən sonra təkrar edəcəksiniz. Hazırsınız? Başladıq. A t-shirt. İndi sizin növbənizdir. Bir də cəhd edək. A t-shirt. Bax, bu superdir. Artıq qaydanı tamamilə bilirsiniz. Gəlin eyni şeyi bu sözdə də edək. Diqqət yenə ekrana. Mən deyirəm, siz təkrar edirsiniz. A cap. Çox asandır, elə deyilmi? Gəlin bir dəfə də deyək. A cap. Afərin, ritmə tutmusunuz artıq. Əla. Deməli, əlimizdə artıq 2 dənə kərpicimiz, yəni sözümüz var. Amma təkcə kərpicdən bina olmur axı. Gəlin indi onlara biraz rəng ataq, saylarını artıraq, yəni sözlərimizi daha da canlandıraq. Yaxşı, bəs bir yox, daha çox papaq olanda necə deyirik? Slayda bir baxın. Cavab əslində çox sadədir. Sözün sonuna balaca bir sız səsi əlavə edirik və salam. Gəlin birlikdə yoxlayaq. Təkdə a cap. İndicəm forması. Two caps. Sondakı o sız səsini eşitdiniz? Bax, bu qədər bəsit. Yaxşı, say məsələsini həll etdik. Bəs rənglər? İngilis dilində çox vacib bir qayda var. Unutmayın, rəng həmişə əşyanın adından əvvəl gəlir. Yadınızdadır, ən birinci sualımız, bax, cavabı da elə budur. Gəlin birlikdə səsləndirək. A blue t-shirt. Gördünüz, artıq bu ifadənin mənası sizin üçün tamamilə aydındır. Və beləliklə, gəldik çatdıq ən maraqlı, ən həyəcanlı hissəyə. Sözləri öyrəndik, onlara rəng qatdıq, saylarını artırdıq. İndi bütün bu bildiklərimizi bir yerə yığıb, əsil, tam bir cümlə qurmağın vaxtıdır. Bu, bizim final mərhələmizdir. Deməli, ilk cümləmizin sehrili açarı belədir. I have. Bu, mənim var deməkdir. Bu formuldan sonra isə bayaq öyrəndiyimiz hissəni gətirib qoyuruq. Hamımız birlikdə, ucadan deyək. I have a blue t-shirt. Təbriklər, siz ilk tam ingiliscə cümlənizi qurdunuz. Bu əladır. Yaxşı, bir cümlə qurduq, amma dayanmırıq. Gəlin biraz da irəli gedək. Formulun ilk hissəsi heç vaxt dəyişmir. Bunu yadda saxlayın. I have. Və indi də cümləmizin ikinci, daha zəngin hissəsini gətiririk. Qayda yenə eynidir. Əvvəlcə say gəlir, sonra rəng, ən sonda isə cəmdə olan əşyanın adı. Yəni, 3 green caps. İndi isə bu 2 möhtəşəm hissəni birləşdirməyin vaxtıdır. Hazırsınız? Nəticəyə bir baxın. Gəlin bunu qürurla ucadan səsləndirək. I have 3 green caps. Möhtəşəm. Artıq siz təkcə bir yox, bir neçə əşyanız olduğunu da ingiliscə çox rahat deyə bilirsiniz. Doğrudan da əla iş idi. Birlikdə sözlərdən başlayıb cümlələrə qədər super bir yol gəldik. Amma indi ən vacib məqam gəldi. İndi növbə sizindir. Gəlin bu öyrəndiklərimizi özünüzə məxsus edək. Və sonda sizə kiçik bir tapşırığım var. Bu sualı öz cavabınızı fikirləşin. Öyrəndiyimiz o I have formulu ilə öz cümlənizi qurun. Məsələn, I have 10 t-shirts deyə bilərsiniz ya da I have 1 red t-shirt. Fərqi yoxdur. Əsas odur ki, öz cümlənizi qurasınız. Unutmayın, dil ancaq istifadə etdikcə canlanır. Bu sadəcə bir başlanğıcdır. Məşq etməyə davam edin, sizdə alınacaq. Uğurlar!